Qeyd etmək istərdim ki, Şəmkir Distant Təhsil Mərkəzi yarandığı gündən orada fəaliyyət göstərən bir müəllim kimi daim şagirdlərimizin dərsdən kənar kurslara, dərnəklərə qoşulmağında müəyyən çətinlikləri olduğunu müşahidə edirdim və biz imkanımız daxilində onlar üçün tədbirlər, ekskursiyalar təşkil edirdik. Ancaq hər zaman düşünürdüm ki, biz daha nələr edə bilərik. Və bu məqsədlə də Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsinə Təhsil Əngəl Tanımır adlı layihəmlə qatıldım və bu layihə qalib layihələrdən biri oldu. Layihəmizdə əsas məqsəd Şəmkirdə yaşayan və təhsil alan sağlamlıq imkanları məhdud uşaqların qeyri-formal təhsilinin təşkili, onların kurslara, dərnəklərə cəlb olunması idi. Və layihəmiz fəaliyyət göstərdiyi 3 ay müddətində 4 fərqli kurslar fəaliyyət göstərmişdir ki, bu kompüter, dekorativ tətbiqi sənət, rəsm və dərzilik kursları idi. Bu kurslara şagirdlərin potensial imkanları, qabiliyyətləri, maraqları, ehtiyacları nəzərə alınaraq uşaqlar seçilmişdir. Eyni zamanda kurslarda yüksək ixtisaslı kadrlar, müəllimlər və rəssamlar dərs demişdir. Bir məqamı da vurğulamaq istərdim ki, distant təhsil alan və evdə təhsil alan şagirdlər adətən müəllim-şagird modeli üzərindən təhsil alır. Yəni, burada sinif olmur deyə onlar öz yaşıdları ilə az ünsiyyətdə olurlar və gələcəkdə bu da onların cəmiyyətə adaptasiya olmağında müəyyən bir çətinliklər yaradır. Və bizim məqsədlərimizdən biri də bu idi ki, bu uşaqlar eyni zamanda öz yaşıdları ilə ünsiyyətdə olsunlar, müəllimlərlə ünsiyyətdə olsunlar və onların gələcəkdə cəmiyyətə adaptasiya olmağı üçün bir təkan olsun. Və əsas məqsədimiz bu layihədə onların bacarıqlarının inkişaf etdirilməsi, üzə çıxarılması və gələcək üçün onları cəmiyyətə işçi kapitalı kimi qazandırmaqdır. Ümid edirəm ki, 3 ay müddətində davam edən bu layihədə müəyyən qədər də olsa biz bu məqsədlərimizə nail olmuşuq. Birdən elə qorxmuş. İlk öncə hər birinizi salamlayıram. Çox sağ olun ki, bugün bu soyuqlu, qarlı havada bura gələ bilirsiniz, biz məzun uşaqlar. Və demək istərdim ki, sosiallaşması, cəmiyyətə adaptasiya olmasıydı. Və burada bizim müxtəlif kurslarda, kompüter, rəsm və burada eyni zamanda bizim valideynlərimizdən əlavə qonaqlarımız da var ki, bugünkü günü, bugünkü bağlantı günümüzü bizimlə paylaşıblar. Mən sizləri bir yerə yığıb, sizləri bir yerə toplayıb. Çox sağ olsun belə bir layihəni həyata keçirdiyi üçün. Sağ olun. Yəni bilirsiniz ki, uşaqlarla işləmək çox səbir tələb edən bir şey. Eşqinsən çəkilişini yandırma, mənə bütün qadırlar lazım olacaq. Demək, bugün burada bizim aramız. Mən çox şadam ki, bizim hansısa bir çətin anımız olanda müraciət edə biləcəyimiz, özüm üçün də düşünürəm, özü nə qədər insana böyük yüksəkliyi, pozitiv verə, Müsalə xanım bu layihənizdə işləməniz
bu cür uşaqlara dəstək olmanız həqiqətən çox möhtəşəm bir şeydir. Təşəkkür edirəm sizə öz adımdan. Bu cür uşaqlar mənim ən həssas yerimdir həqiqətən. Və bu uşaqlara qarşı harda diqqət, qayğı görürəmsə, ürəyimdə kimi müəllimələr var. Kaş belə müəllimələr çox olsun, belə diqqətli. Yəni, standartlara hər kəs öyrənibdir, ancaq fərqli uşaqlar. Valideynlərimizin İsrail müəllimlər gözündən gətirməkdir. Və dekorativ tətbiqi sənət, deyim ki, rəsm və dekorativ tətbiqi sənətdə valideynlər cənabaya gəlməsində əziyyət olub, dünənliklikdə buranı düzəldir, hazırlamışıq. Nilüfer müəllimə sizə təşəkkür. Təşəkkürnamənizi icazənizlə bilərək bu uşaqları bizə gətirdiniz, biz onlarla tanış olduq. Nə bilim, bundan sonra Allah yolumuzu açıq eləsin, canınızda. Təhsil sahəsində olmasa da, bizim layihə ilə bağlı olmasa da, sonradan tanış olmuşuq. Əntiqə xanım Bunda yazmışdım. Müəllimə icazə vermədi. Dedi ki, azca gözləyin, gətirərsiniz, tədbirimiz olacaqdır. Qərb informasiyası, ictimai siyasi bu bir sanatdır. Teşekkür ederim. Bu da bizim qəzetimizdir. Çox sağ olun, Əntiqə xanım. Və mən bir şeyi də vurğulamaq istəyirəm. Uşaqlarımızın sertifikatlarını özüm verirəm. Çox sağ olsunlar və mən düşündüm ki, biz necə təşəkkür edə bilərik. İstərdim ki, görə belə bir gözəl, vacib bir, yəni hansı ki, hal-hazırda ən aktual olan bir mövzuya toxunmuşsunuz Salih müəllimə. Çox gözəl bir layihə ərsəyə gətirdi. Bu münasibətlə onun bütün bizim vaxtımızda beləydik. Biz hansısa fəni sevməkdən ötürü birinci müəllimi sevirdik. Bəlkə də valideynlərim Tərana müəllimləri çəkdirək Tərana. Yaxşı, ora baxaq çək. Onu da deyib, hərəsinin bir dənə xüsusi, belə deyim, xasiyyətində, xarakterində bir bilsəz ki, hansısa şəkildə bir xaket peyda olubdur, bilin ki, üzeyirdir. İndidən deyiləm. Ayxan, bu dekorativdəndir, sənin sertifikatın. Ayxan bütün kurslarda olubdur və bütün kurslarda sertifikatdır. Və deyiləm, rəsmdən də rəsim və Səmanın özünün əl işi. Səmaya demişəm ki, gələcəkdə dekorla məşğul olsun. İnşallah. Gözəl səsi olduğunu biləcəksiniz. Və mən bütün valideynlərə uşaqlarınla ünsiyyətdə münasibət öz vaxtından oğurluyur, həyatından oğurluyur, canından oğurluyur. Bunu hamımız edirik. Hamımız övladlarımıza həyatımızda. Atlar bilən, atmasınız bilən atlar. Sıralanıb dağ kimi, gəlməyini sərlərlər, canımızla bağlıyıq. Bu torpağa bu eləyən, bir olaq bir qulluqlar, sinəsi də qanmasın. Yaşa mənim xalqım, yaşa, yaşa. Düşsən yana cəhətinə, bu qıqarın xalqım.